Azərbaycan illər sonra ədaləti öz gücünə bərpa etməsinə ilk və ən səmimi təbriklərin təbii ki, Türkiyədən gəldiyini qeyd etmək lazımdır. Təsadüfi deyil ki, qardaş ölkədə Zəfər günü ilə bağlı silsilə tədbirlər artıq bir neçə gündür başlayıb. Ankaradan birbaşa bağlantımız var. Türkiyə təmsilçimiz Yalçın Tahiroğlu həm 44 günlük Vətən müharibəsində qardaş dəstəyi, həm də Zəfər günü tədbirləri ilə bağlı təfərrüatlı məlumat verəcək. Yalçın, sabahın xeyir. Azərbaycan zəfərinin 5-ci il dönümü Türkiyədə necə qeyd edilir? Bəli, zəfərimizin 5-ci il dönümünün bayram ab-havası təbii ki, qardaş Türkiyədə də hiss olunur. Hal-hazırda Ankarada diaspor təşkilatlarımızdan birinin binasının qarşısındayıq və Azərbaycan və Türkiyə bayraqları birlikdə asılıb. Operatorumuz Allahverdi Məmmədov göstərir. Bu mənzərə bizi sanki 5 il əvvələ xəyalən aparır. Həmin günlərdə bütün Türkiyədə, bütün şəhərlərdə, qəsəbələrdə, küçə və meydanlarda, evlərin eyvanlarında Azərbaycan və Türkiyə bayraqları birlikdə asılmışdı və bu qardaşlığımızın təcəssümü kimi, birliyimizin təcəssümü kimi bir daha özünü göstərmişdi və bugün də qardaş Türkiyədə müxtəlif tədbirlər keçirilir. Müxtəlif qeyri-hökumət təşkilatları, müxtəlif diaspora təşkilatlarımız, eyni zamanda diplomatik missiyalarımızın dəstəyi ilə bayram tədbirləri keçirilir. Ankarada Siyasi Araşdırmalar Fondunun təşkilatçılığı ilə Qazi Universitetində Türk Dünyası 2040 vizyonu mövzusunda geniş simpozium keçirildi. Zəfərimizin 5-ci il dönümü ilə bağlı və Azərbaycanın 44 günlük müharibədəki zəfərinin Türk dünyasının birliyinə, bu birliyin möhkəmlənməsinə necə təsir etməsi haqqında müzakirələr aparıldı, məruzələr səsləndirildi. Eyni zamanda hal-hazırda qarşısında durduğumuz Azaflı Sosial Yardım və Mədəniyyət Cəmiyyətində tədbirlər keçirildi. Professor, tarixçi alim Toğrul İsmail məruzə ilə çıxış etdi. Gənc tədqiqatçı Kürşad İsmailin kitabının təqdimatı oldu. Tələbələrimiz olduqca fəaldır. Tələbə gənclər təşkilatlarımızın dəstəyi ilə tədbirlər keçirilir. Eyni zamanda Buta Dərnəyi və digər dərnəklərlə iştirakı ilə müxtəlif tədbirlər keçirilir. Türkiyənin 4000 yanında müxtəlif şəhərlərində yaşayan, təhsillərini davam etdirən Azərbaycanlı tələbələr olduqca maraqlı layihə ilə çıxış ediblər. Onlar Azərbaycan prezidentinə video müraciət ünvanlayıblar və Azərbaycan prezidentinə öz təbriklərini və təşəkkürlərini bildiriblər bu video müraciət vasitəsilə. Tədbirlər bugün də davam edəcək. Ardağan, Qars, İğdır, digər şəhərlərdə, İzmirdə, İstanbulda ay boyu müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ankarada isə bugünkü bayram tədbirləri Prezident Administrasiyasının Simfonik Orkestr salonunda əməkdar artist Turan Manafzadə və 7 gözəl musiqi qrupunun iştirakı ilə möhtəşəm bir konsertlə bugünkü tədbirlərin yekunlaşması nəzərdə tutulur. Ankaradan bu sahada çatdıra biləcəklərim bundan ibarətdir. Söz yenidən sizdədir. Əməkdaşımız Yalçın Tahiroğlu gün ərzində nəzərdə tutulan silsilə tədbirlər